Davam edirik 10-cu suala baxırıq. Belə bir bizə ədəd list 1-dən 9-a verib. List nə eləyir? List verilmiş sətri siyahıya çevirəcək. Deməli sətrimiz olacaq A bərabərdir 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Və bunlar hamısı dırnaq içərisində olacaq təbii ki. Daha sonra bizə belə bir sətir verib. Sonra indi i burada 1-1 qiymətləri alacaq. İ'nin birinci qiyməti olacaq 1, amma sətir olaraq. Sonra deyir ki, int i. Yəni buradakı 1. i bərabərdə 1 qiymətini alır ilk olaraq. Dırnağın içərisindədir. Bu 1, int bunu 1-ə çevirir, yəni integerə. 2-yə bölündə qalır, 0 qalır. Yəni bu 1 2-yə bölünürmü? Xeyr. Düşür aşağıya. 3-ə qalıqsız bölünürmü? Xeyr. Və S1 ödənmədiyi üçün else ödənir. S0-dır, int S1. Bunu da integer çevirəndə bu da 0 olur. S-imizin qiyməti olur sonuncu qiymətinə 0. S-imizin sonuncu qiyməti 0. i növbəti qiymətini alır 2. i2 aldıqda int 2, birinci şərt ödənir. Birinci şərt ödəndiyi üçün aşağıdakılardan heç birinə baxmırıq. S plus int i. S-imizin son qiyməti 0 idi. 0 üstə gəl int i, yəni neçə? 2 olur 2. S-imizin artıq yeni qiyməti oldu neçə? 2. Silirik. İ'nin yeni qiyməti olacaq bizdə artıq 3. 3 2-yə qalıqsız bölünmür. Elifə baxırıq. 3 3-ə qalıqsız bölünür. Ona görə elifdəki ifadəyə baxacaq. S1 bərabərdir S1 plus i. S1-imiz bizim neçədir? S1 0 deyək ki, 0. Belə bir şey olacaq. 0 üstə gəl i neçədir? 3. Olur, deməli, sətirlər toplananda bitişirlər bir-birlərini. 0-3. Deməli, bizim S1-imiz nə oldu? S1 bərabərdir. Dırnağın içərisində 0-3. Bunu artıq silirik. İndi gəldik. i alır növbəti qiymət 4-ü. i 4-ü alanda yenə birinci şərt ödənir və S-lə toplanır. S 2 idi. 2 üstə gəl 4 bərabərdir 6-ya. S-imizin artıq yeni qiyməti var. 6. 6. Daha sonra S gəlir alır buradan nəyi? 5-i. 4-ü qeyd elədik. 5-i alır və S, daha doğrusu i. i 5-i alır və bu nə bunu ödəyir, nə də ki burada ödənir. Yenə sonuncuya düşürük. S-imizin son qiyməti 6-dır. Üstə gəl int S1. S1 sətir tipdir. Int-ə çevirəndə elə 3 olur. Olur 9. Deməli S-imizin son qiyməti artıq nə oldu? 9 oldu. Və i olur növbəti qiyməti 6. 6 birinci şərti ödəyir. Aşağıdakı elif olduğu üçün elif asan keçirdik. Birinci ödənmədi işte. Əgər yox, elif yox, burada boş if olsaydı, hər birinə baxacaqdıq. Təbii ki, if gərək bundan eyni sətirdə olardı. Nəysə, elə deyil. Misalımızdan yayılmayaq. Burada in 6 qiymətində birinci şərt ödənir. S-imiz neçə idi bizim? 9. Üstə gəl. İ'miz 6 sətirdə, amma integer onu tam tip edir. Olur 15. S-imizin son qiyməti artıq 15-dir. Bunu da silək. S-imiz oldu 15. i gedir yeni qiyməti 7 alır. 7 bunların heç birini ödəmir. Və sonda nə olur? 15 ilə int S1. S1 yenə dəyişməyib 3-dür. Toplanır. Olur 18. 18. S-imizin yeni qiyməti artıq oldu 18. i gedir alır 8-i. Hələ ki bitir. 8 yenə birinci şərt ödənir. S 18 idi. Üstə gəl int i, yəni 8 bərabərdir 26. S-in yeni qiyməti 26-dır. Bunu silək, səliqəli şəkildə yazaq. S-in yeni qiyməti 26. i-nin yeni qiyməti 9 olacaq.
26, 9. Və buradan eləyirik. Sonuncu dəfə dövrə giririk. Bu elifdə ödənir 9, 2-yə yox, 3-ə qalıqsız bölünür. S1 0,3-dür. Üstünə gəlirik nəyi? 9-u. Dırnaq 9-u. Bunlar sətr, hər iki sətr olduğu üçün yapışır toplananda 0,3, 9 və belə bir şey alır. S1-imizin qiyməti 0,3, 9 oldu. S-in qiyməti də ki, dəyişmir. E9 son qiymətini aldı və proqram gəlir növbəti dövr olmur. Dövrdən çıxış baş verir. S-in qiyməti 26, S1-in qiyməti 0,39. Cavabımız nə oldu? Vergüldəki bu boşluqdur. 26, 0,39. Cavabımız A variantı. 11-ci suala baxaq. MS Office Word 2010 proqramında Ctrl-X əmri icra olunduqdan sonra kəsilmiş obyektin sizə yapışdırmaq olar. Bunun qarışdırırlar nə ilə? Windows-la. Office proqramlarında, yəni istər Word olsun, istər digərləri burada indi Word-i qeyd edib. Ctrl-X yəni cut əmridir. Cut əmri olandan sonra istənilən qədər yapışdıra bilərik. Təbii ki, mübadilə buferindən silinibsə artıq yapışdıra bilməyəcək. Yəni mübadilə buferindən silinənə qədər biz bunu yapışdıra bilərik. Amma Windows-da Ctrl-X eləyəndə yalnız bir dəfə yapışdıra bilərik. Buradakı 24 nə üçün verilib, yəni hansı, nəyə görə çaşdırmaq üçün verilib, onu yorumlarda qeyd edərsiniz. Yəni bir xatırlayaq 24 harda var idi. 12-ci suala baxaq. Bütün mətni seçmək üçün hansı qaydadan istifadə olunur? Çox sadə sualdır. Təbii ki, Ctrl-A. O. C variantı. 13-cü sualda deyir ki, 128 vurulsun 256 piksel ölçülü şəkil. 2 üstü, bunu yazaq elə birbaşa. 2 üstü 7 vurulsun 2 üstü 8. 24 kilobayt yaddaşda yer tutur. Aha. Palitrasındakı rənglərin maksimum. Rənglərin maksimum sayını tapmaq üçün, yəni biz gərək rəng dərinliyini bilək də. Rəng dərinliyindəki bilmirik. Nə qədər yer tutur? 24 kilobayt. 2 üstü 7, 2 üstü 8 vuranda olur 2 üstü 15 vurulsun D bərabərdir. 24 kilobaytdır. Bunu da yazaq 2 üstü 13 bit. Kilobaytdan bitə çevirəndə o 2 üstü 13-ə vururuq. Yəni 2 üstü 13 bit və bu kilobayt deməkdir sadəcə. 24 də 2 yerində qalır. D buradan bərabərdir nəyə? 24 vur 2 üstü 13 bölünsün 2 üstü 15. 2 üstü 13 ilə 2 üstü 15 gedir. 2 üstü 2 qalır burada. 2 üstü 2 4'dür. 24 bölü 4 6. Deməli D nə qədər imiş rəng dərinliyi? 6 bit. 6 bit nə qədər rəng maksimum məsələn kodlaşdıra bilirik? 2 üzərində P bərabərdir 2 üzərində D düsturuna əsasən 2 üstündə 6 bərabərdir 64 maksimum rəng kodlaşdıra bilərik. C variantı. 14-cü suala baxaq. 3000 idmançının hər birinin unikal nömrə verilmişdir. 200, 4, 5, 6 rəqəmdən istifadə etməklə hər idmançıya eyni rəqəm sayda kod verilir. Hər idmançıya eyni rəqəm sayda kod verilir. Bir idmançıya neçə rəqəmli kod düşür? Deməli, bizdə rəqəmlərin sayı neçə rəqəmli? Rəqəmlərin sayını istəyir. Yəni, verilmiş kodlarda rəqəmlərin sayını istəyir. Deməli, bizdə mən bunu özüm qeyd elədiyim düsturundan çox vaxt uşaqlara deyirəm. Məsələn, x üzərində a bərabərdir k. Belə bir, hər hansı bir, yəni rəqəmlər burada, daha doğrusu hərflər simvolik olaraq verilir. Yəni, xüsusi bir anlam daşımır. Siz istədiyiniz, yəni yadda saxlaya biləcəyiniz hərfləri verə bilərsiniz. X burada müxtəlif ədədlərin sayıdır. Burada neçə var? Neçə dənə deməli rəqəm verib bizə? 1, 2, 3, 4, 5. 5 dənə. Deməli, x-imiz 5-dir. Müxtəlif 5-dir. Deməli, A burada nədir? A burada neçə rəqəmli olmalıdır? Yəni, 3 rəqəmlidirmi, 4 rəqəmlidirmi, 5 rəqəmlidirmi, nə bilim.
10 rəqəmli demək. Onların sayıdır, onu biz burada bilmirik. K isə deməli onların ümumi sayıdır. 3000. Artıq burada nə edə bilirik? A-nı tapa bilirik. A deməli 5-in üzərində 3 125, 4 625, 5-in üzərində 5 artıq 3000-dən çox verir. Deməli A olacaq bizdə 5. Çünki 4 olanda 625 verir. Bir dəfə də 5-ə vuranda 3000-i keçir. Bir də deyirəm, burada x, burada verilən ədədlərin sayıdır. Yəni müxtəlif ədədlərin sayıdır. Yəni burada 5 dənə müxtəlif ədəd var. A həmin verilən şifrənin uzunluğudur. 3 rəqəmlidirmi, 4 rəqəmlidirmi, neçə rəqəmlidirsə, onu onsuz bizdən soruşur, onu da bilmirik. K isə burada ədədlərin sayıdır. Həmin ədədlərin, şifrələrin sayıdır. Növbəti suala baxaq. Cavabımız olur 5. Aşağıdakılardan biri informasiyanın xassəsi deyil. İnformasiyanın xassələrinə deməli tamlıq var idi, aktuallıq var idi, anlaşılılıq da var idi, etibarlılıq da var idi, amma diskretlik nəyin xassəsidir? Yorumlarda yazarsınız.